İdrar yollarının soyuqlaması, yəni sistit, sidiyə gedəndə yanma, göynəmə. Bu problemlər sizdə də olursa mənə diqqətlə qulaq asın. Çünki dərmansız sadə üsulla evdə özünüz bu xəstəliyə rahatlıqla son qoya bilərsiniz. Amma mənə diqqətlə qulaq asıb ekrandakı ürəyi qızardın. Deməli götürürsünüz 3 diş sarımsağı, xırda-xırda doğrayırsınız. 2 santimetrlik zəncəfil götürürsünüz, onu da xırda-xırda doğrayırsınız. Atırsınız bir dənə qabın qazanın içinə, çaynikin içinə 200 ml su əlavə edib qaynadırsınız. 2-3 dəqiqə qaynatmağınız kifayət. Yəni dəmlədirsiniz də. Sonra soyudu balla dadlandıra bilərsiniz, yəni acı olsa. Gün ərzində 2 dəfə içə bilərsiniz. Elə ilk istifadədən fərqi hiss eləyəsiniz. Çünki sarımsaq ən doğal antibiotikdir, ən təbii antibiotikdir. İltihabı azaldır, vaspiliniyanı soyuq dəyməni götürür. Eynən də zəncəfil. Elə bir neçə gün istifadə etməyiniz kifayətdir ki, yanmaya, göynəməyə, yəni sistitə tamamilə son qoyasınız. Əgər sizdə sistit xronikləşib, ağırlaşıbsa mütləq həkimə müraciət edin. Bu tür faydalı videoların davamı üçün profilin üzərində plus işarəsi qoymuşam. Zəhmət olmasa toxunun ki, sağlamlığınızın qeydinə qalın. Əziz baloqlarla hər zaman sağlam qalasınız.